Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Azərbaycanın rayonlarında aprelin 5-i gün ikinci yarısından 6-sı səhərə qədər havanın yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Eləcə də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olacaq. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətli sel keçəcəyi bildirilir. Nazirlik qeyri-sabit hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa, təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.